Bu uşağı möhkəm döyüblər. Bacı, xahiş edirəm, bax bura çıxmısansa, Roma qardaşın həqiqəti deyəcəksin. Bəli, döyülüb, bəli, düz deyirsiniz. Burada hər şeyi gizlətmə. Bax, qardaş kimi deyirəm. Bu uşağı möhkəm döyüblər. Qoşun uşağınla olubdu, qoşun uşağına başına kəllə atmışdı. Anacan, bu Bəli. uşağı 4 dənə uşaq döyüb. Düzdür, olub. Nazin hələ nazin ha. Naz. Bu uşağın başını yerə vurublar. Bəli, düzdür. Düz yerə vurublar. Düz deyirsiniz. Nazin hələ nazin ha. Adəm bax. Adəm, qorx məmi qurban. Bu uşağı döyüblər, başını da yerə vurublar. Bəli. Rəsul. Başda yaxşı bax. Rəsul uşağına da deyir. Evdə qalmış deyir. Çox nadir deyilir. İndi belə olandan sonra əvvəl belə deyil idi. Çox təmiz uşaq. Çox hər şey yerində. Mən bir şad xəbər, bir də pis xəbər deyəcəm. Bax, hədiyyə atdınız. Adəmə gitsin, halal olsun. Amma sonra demə, Roma bizi qoşur. Siyans zamanı niyə hədiyyə atırsınız? Yəni, məni anlamırsınızmı? Uşaq əlimdə. Mən Oturun qulaq asın da bir. Görün, nə danışır Roma qardaşı? Nəysə, halal olsun o uşağın. Başqa şey demək istəyirəm. Bəli. Bir şad xəbər, bir kötü, pis. Hansından başlayayım? Vallahi nə bilim Birinci siz. yaxşı. Ay sənə əmi qurban olsun. Yaxşı xəbər odur ki, əminin yayındasan inşallah. Əmiyə Allah nə qədər ömür verib, Allahın izni ilə danışdıracam səni. İnşallah. Kötü xəbərim odur ki, başım möhkəm zədələnib. Düzdür. Siqnal getmir sənə. Canım qurban sənə.